Ötən gün axşam saatlarında güclü külək Lənkəran Lerik avtomobil yolunun 20-ci kilometrində Lerik rayonunun Piran kənd ərazisində ağacın yola aşmasına səbəb olub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb. Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə yol istismar idarəsinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilib. Şəki Ağır Cinayətlər Məhkəməsində qəza törətməkdə təqsirləndirilən Hidayət Bəhramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rafael Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında həbsə alınıb. İttihama görə hadisə fevralın 7-sində Yevlax rayonunun Ərəş kəndi ərazisində baş verib. Belə ki, rayon sakini Hidayət Bəhramov sürücülük vəsiqəsi olmadan atasına məxsus Mercedes-Benz markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən kənd sakini 2005-ci il təvəllüdlü Ələmdar Elgünoğlu Sultanovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ələmdar Sultanov reanimasiya şöbəsinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı fevralın 13-də müalicə aldığı Mingəçevir şəhər mərkəzi xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, ölən gənc hərbi xidmətini başı vuraraq evə yeni qayıdıbmış. Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus Range Rover markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.